Daha səsi bilməm nədir, necədir. İspaşım yaxşı idi axır. Səs normal gedir orada. Hə, все, davay. Mikrofon online'dır. Keçən videonu çox əla izlədiniz və əminəm ki, bu videoda sizin xoşunuza gələcək. Bugünkü xəbərlər isə bax bunlardır. WWDC 2026. Apple bax bu tarixdə öz təqdimatına keçirəcək. Apple öz əməliyyat sistemlərinin yeni versiyasını 26.4-ü təqdim etdi. iPhone və 200 megapiksellik fotosensor. Galaxy Z Fold 8-in ilk renderləri internetdə yayılıb. Samsungdan qeyri-standart form faktorlu smartfon. Samsung ən məşhur A seriyalı smartfonlarının təqdimatını etdi. A57 və A37. Əminəm ki, xəbər başlıqları sizin diqqətinizi çəkdi. Ona görə bu videonu elə indidən avans olaraq like edirsiniz. Hamıya xoş izləmələr. Yeyib içməyə yanınızda nə isə varsa, mən başladım. Hər il olduğu kimi Apple da bu il üçün ən gözlənilən təqdimatını WWDC 2026-nın təqdimat gününü açıqladı. Apple ilin ən böyük təqdimatına hazırlaşır. WWDC 2026 süni intellekt və yeni seri mövzusuna yönələcək. Konferans 8-12 iyul tarixləri arasında davam edəcək və yenə də onlayn olaraq təqdim olunacaq. Apple rəsmi olaraq 2026-cı ilin Ümumdünya Developerlər Konferansının tarixini açıqladı. Tədbir 8 iyunda başlayır və 12 iyun tarixinə qədər davam edəcək. Keçən il olduğu kimi format əsasən onlayn olacaq. Seçilmiş developerlər və tələbələr üçün Apple Parkda canlı seqment olacaq. Əsas təqdimat ənənəvi olaraq ilk gündə keçiriləcək və bütün anonslar ediləcək. WWDC 2026-da yeni sistem versiyaları təqdim olunacaq. iOS, iPadOS, macOS 27, watchOS 27, tvOS 27 və visionOS 27. Əsas diqqət süni intellekt inteqrasiyasına və ağırlıq xüsusiyyətlərinin tətbiqinə daha dərin inteqrasiyaya imkan verəcək yeni developer alətlərinə yönəldiləcək. Lakin əsas diqqət yenilənmiş Siri'dir. Apple Intelligence tərəfindən dəstəklənən və kontekstual anlayış, ekran təhlili və tətbiqlər arasında daha dərin qarşılıqlı əlaqəni özündə cəmləşdirən versiya gözlənilir. Bundan başqa Apple Intelligence özünü Google Gemini platformasına keçirə bilər. Müasir süni intellekt köməkçiləri ilə rəqabət aparacaq Apple chatbotu ilə bağlı şayiələr də var. Təqdimatlarla yanaşı WWDC bütün tərtibatçılar üçün onlayn sessiyalar və texniki sənədlərlə çıxışlar təklif ediləcək. Hər il olduğu kimi bu illərdə Apple'ın WWDC konferansından geniş bir video olacaq. Buna görə nə etmək lazımdır? Bu videonu qaçırmamaq lazımdır. Bunun üçün isə nə etmək lazımdır? Əlbəttə ki, kanala abunə olub xəbərdarlıqları aktivləşdirmək lazımdır. Apple özünün əməliyyat sistemlərinin 26.4 versiyasını təqdim etdi. iOS 26.4-ə iPhone'larımızı yeniləyək, yoxsa növbəti versiyanı gözləyək? Apple Music tətbiqi, interfeys və stabillik təkmilləşdirilib. Lakin batareya ömrü problem olaraq qalır. Apple ən sonu sistem yeniləmələrini təqdim etdi. iOS, iPadOS, macOS 26.4, watchOS 26.4 və tvOS 26.4. Biz artıq yeniləmələr quraşdırıb testdən keçirmişik. iOS 26.4 multimedia imkanlarına diqqət yetirir. Yeni konsertlər funksiyası kitabxananızdakı sənətçilərin çıxışlarını izləyir. Offline musiqi tanıma, internet bağlantısı olmadan belə işləyir və atmosferik music widgetləri əhvalınıza uyğun olaraq playlistlərə tez bir zamanda daxil olmağa imkan verir. İnterfeys də yenilənib. Albom səhifələri artıq tam ekran animasiyası sayəsində daha vizual olaraq başa düşüləndir. Yeniləmələr həmçinin əlçatanlıq və istifadə rahatlığına da əhatə edir. Apple subtitle parametrləri birbaşa playerdə təkmilləşdirilib. Animasiyaları daha dəqiq azaltmaq üçün hərəkəti azaltmağı təkmilləşdirib və qıcıqlandırıcı interfeys yanıb sönmələri azaldılması üçün daha az işıqlandırma rejimi əlavə edilib. Bundan başqa sistem yeni emoji təkmilləşdirilmiş klaviatura dəqiqliyi ilə təchiz olunub və Freeform tətbiqi inkişaf etmiş şəkil redaktör vasitələri ilə və Creator Studio abunəliyi ilə inteqrasiya əldə edir. Lakin iOS 26.4-ü quraşdırdıqdan sonra sistem faylları arxa planda indeksləşməsi baş verir ki, bu da deviceların müvəqqəti olaraq daha da qızmasına və batareya enerjisinin çox getməsinə səbəb olur. Gündəlik istifadədə heç bir ciddi problem müşahidə edilmir. Bank tətbiqləri, mesajlaşmalar və xidmətlər etibarlı şəkildə işləyir. Yeni funksiyalar istəyənlər üçün yeniləmə buna dəyər. Lakin mövcud sistem mükəmməl işləyirsə, növbəti yeniləməni, yəni iOS 26.5-i gözləməyə dəyər. Apple deyəsən nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ayca, bütün internet provayderi Star Telecom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telecom'dadır. Star Telecom, dost kimi dost internet provayderi.
Biz isə davam edək. Apple deyəsən indi ayılır, amma deyəsən vaxtının indi gəldiyini düşünür. Nəyin vaxtının gəlib çatdığını soruşanlar üçün deyim, Apple deyəsən iPhone-larda 200 megapiksellik fotosensordan istifadə edəcək. Digital Station təxəllüslü nüfuzlu insider bu barədə məlumat verib. İddia olunur ki, Apple artıq iPhone-lara 200 megapiksellik kamera quraşdıra bilər. Lakin istehsalçı bunu etmir və sınaqlar aparır. İnfosuntulara görə onlar 1,12 inçlik fiziki ölçüyə malik sensoru sınaqdan keçirir. 200 megapiksellik sensor yalnız gələcək iPhone-ların əsas kamerasına quraşdırılması planlaşdırılır. Geniş bucaq və telefoto obyektiv daha aşağı icazəyə malik olacaq. Apple'ın 200 megapiksellik kameranı nə vaxt tətbiq edəcəyi məlum deyil. İndiyənə qədər istehsalçı görüntü keyfiyyətini artırmaq üçün əsasən iPhone-ların megapiksellərinə deyil, emal gücünə etibar edib. Galaxy Z Fold 8-də Samsung nəyisə dəyişəcək, amma bax nəyi? Samsung Galaxy Z Fold 8 ilk dəfə renderlərdə təqdim edildi. Daha qalın olacaq. Amma bu uzun illər ən nəzərə çarpacaq dəyişiklikdir. Samsung nəhayətki batareyanı 5000 mAh-a qədər artıracaq və korpusun qalınlığından imtina edəcək. OnLinks və Android Headlines-dən Galaxy Z Fold 8-in ilk renderləri internetdə yayılıb. Həmən renderlər heç bir köklü dizayn dəyişikliklərini təqdim etmir. Smartfon Galaxy Z Fold 7 ilə demək olar ki, eyni ölçülərdədir, lakin bir qədər qalındır. Qatlandıqda 9 mm, açıldıqda isə 4,5 mm. Lakin hündürlük və en eyni qalır və daha geniş dizayna keçmədən mövcud form faktoru qorumağa işarə edir. Qalınlığın artmasının əsas səbəbi batareya tutumunun artımıdır. Samsung Galaxy Z Fold 3-dən bəri ilk dəfə olaraq adi 4400 mAh-lıq batareya əvəzinə 5000 mAh-lıq batareyanı quraşdıra bilər. Bu device artıq 5015 mAh-lıq batareya istifadə edən Google Pixel 10 Pro Fold kimi rəqibləri ilə bir səviyyəyə qoyur. 45 Watt-a qədər sürətli zaryadka dəstəyi də gözlənilir ki, bu da batareya ömrünün əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və zaryadka müddətini azaldacaq. Əksər halda dəyişikliklər minimal olacaq. Displeylər eyni qalacaq. Ekran altındakı kamera geri qayıtmayacaq və kamera təkmilləşdirilməsi 50 megapiksellik ultra geniş kameraya mümkün yüksəltmələr ilə məhdudlaşdırılacaq. S Pen dəstəyinin geri qaytarılması ilə bağlı işarələr var, lakin bu hələ də qeyri-müəyyəndir. Qiymətinin $2000 səviyyəsində qalacağı barədə şayələr var və satışlara 26-cı ilin yayında start verilməsi gözlənilir. Samsung keçən il olduğu kimi bu dəfə də tələsir. Samsung çox tələsir. Məsəl üçün keçən il Apple-ın nazik iPhone çıxardacağı barədə infosıntılardan sonra Samsung tez tələsik özünün Galaxy Edge-ni təqdim etdi. Deyəsən bu il də belə olacaq. Apple-ın ilk qatlanan smartfonunun infosıntıları internetə yayılan kimi Samsung tez tələsik eyni form faktorlu smartfon təqdim etməyə hazırlaşır. Galaxy Z Fold Wild. Samsung tələsir və tələsməyi də buna çox baha başa oturur. Samsung Galaxy Z Fold Wide yeni formatda gələcək iPhone-lara işarə edir, lakin bu o qədər də asan deyil. Samsung tanış Fold dizaynını dəyişdirir və geniş form faktoru ilə təcrübələr aparır. Məlum olduğu kimi Samsung bu il qatlanan formatda 2 qatlanan smartfon hazırlayır. Klassik Z Fold 8 və daha qeyri-adi Galaxy Z Fold Wide. Əsas fərq nisbətlərdədir. Standart Fold uzadılmış və dar qalsa da, Wide nəzərə çarpacaq dərəcədə daha geniş və alçaqdır. Açıldıqda demək olar ki, video, səhifələrdən nə isə oxumaq, web surfing üçün əlverişli aspekt nisbətinə malik kompakt bir planşetdir və qatlandıqda klassik bir smartfona daha yaxındır. Insider OnLinks artıq qeyri-adi Galaxy Z Fold-un renderlərini paylaşıb, lakin bəzi güzəştlər var. Sıntıya görə korpusun qalınlığı arta bilər. Samsung həmçinin kameraların sayını 3-də saxlaya bilər. Flaqman xətti üçün bu xüsusilə mobil fotoqrafiya üçün əsas amil olaraq qaldığını nəzərə alsaq, mübahisəli bir qərardır. Lakin burada diqqət kameralara deyil, formatın rahatlığına yönəldilib. Ən maraqlı aspekt Apple ilə əlaqədardır. Sənaye oxşarı, geniş dizayna malik olduğu iddia edilən qarşıdan gələn iPhone Fold-u fəal şəkildə müzakirə edir. Bu arada Samsung Apple üçün qatlanan ekranları hazırlayır. Bu maraqlı bir vəziyyət yaradır. Samsung texniki olaraq oxşar cihazı daha əvvəl buraxa bilər. Lakin konsepsiya Apple-ın tələbləri ilə formalaşmış ola bilər. Buna görə də burada kim kimi kopyalayıb sualı birbaşa kopyalamaqdan daha çox bazarın birgə təkamülü ilə bağlıdır. Samsung ən çox satılan smartfon seriyasının, satış rekordları qıran smartfon seriyasının, yəni A seriyasının A57 və A37 smartfonlarını təqdim etdi. Amma Samsungistləri mən məyus edəcəm. Çünki bahalaşıb. Növbəti hit Samsung Galaxy A57 və Galaxy A37-nin yeni çiplərlə təqdim etdi. Lakin onlar daha da bahadır. Yeni modellər yenilənmiş qoruma, daha uzun batareya ömrü və süni intellekt kamera xüsusiyyətlərini təklif edir. Samsung məşhur Galaxy A seriyasının ilk yeni modelini Galaxy A57 və Galaxy A37-ni təqdim etdi. Galaxy A57 Eclipse 550 qrafikası və daha güclü MPU ilə yeni Exynos 1680 çipi, Galaxy A37 isə Exynos 1480 çipi ilə təchiz edilib. A57 modeli daha nazikdir.
A57 7.4 mm, A37 modeli isə 6.9 mm-dir. Daha yüngüldür və metal korpusa malikdir. Hər iki yeni model artıq IP68 suya davamlılığı təklif edir. Bu əvvəlki nəsil ilə müqayisədə bir yeniləmədir. Smartfonlar Full HD Plus icazəli və 120 Hz yenilənmə tezlikli 6.7 inçlik Super AMOLED ekrana malikdir. Hər iki model 45 Vata qədər sürətli zaryadkalı, dəyişməz qalan 5000 mAh batareya malikdir. Kameralarda əsasən oxşardır. 50 megapikseli əsas modul, 12 megapikseli frontal kamera. Yeganə fərq ultra geniş kameradır. A57-də 12 megapiksel, A37-də isə 8 megapiksel. Daha böyük model isə həmçinin təkmilləşdirilmiş obyekt silinməsi, videoların avtomatik kəsilməsi və qabaqcıl rejimləri olan süni intellekt xüsusiyyətlərinə malikdir. Bundan başqa Galaxy A57 inkişaf etdirilmiş yaddaş konfiqurasiyası təklif edir. 12-512 GB-a qədər, A37 isə 12-256 GB ilə məhdudlaşır. Hər iki device Android 16-lı One UI 8.5 ilə işləyir. Satışlar aprel ayında başlayır. Qiymətləri isə Galaxy A37 üçün $450, Galaxy A57 üçün isə $550 başlayacaq ki, bu da ötənənki modellərdən daha bahadır. Görəsən bu bahalaşmadan sonra Samsungun satış rekordları qıran A seriyasının smartfonları, yəni A57 və A37 bu illərdə satış rekordları qıracaq yoxsa yox? Bunu zaman göstərəcək. Amma sizin səsvermənizlə biz bunu müəyyən qədər dəqiqləşdirə bilərik. Mən səsverməni Qrafonun Telegram, WhatsApp və Instagram səhifələrində keçirəcəm. Bu səsvermədə aktiv iştirak edin. Burada da öz kommentlərinizə yaza bilərsiniz ki, A57 və yaxud A37-nin bahalaşmasına baxmayaraq alardınız, yoxsa yox. Bugünlük isə bu qədər. Bu videonu bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Video xoşunuza gəldisə like, xoşunuza gəlmədisə əlbəttə ki dislike. Amma dislike etdikdə yazın görüm nə xoşunuza gəlmədi. Kanalımıza abunə olmağı unutmursunuz. Kanalımızda maraqlı, maarifləndirici videolar çoxdur. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda, videoları paylaşmaqda, ən əsası kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Abunenizi gözləyir. Çelenkler, grafonda hediyeler. Abone oldun, ela. Comment yazdın, süper. Grafon